Nədən danışırıq? Bugünsə danışırıq əvəzlikdən. Əvəzliyin ümumi qrammatik mənası var. İndi yazacağım. Amma özünə məxsus ümumi qrammatik mənası yoxdur. Baxın, getdik imtahana. Bizdən soruşdu ki, baxın, bizdən soruşdu ki, hansı əsas nitq hissəsinin özünə məxsus ümumi qrammatik mənası yoxdur? Təbii ki, biz nəyi götürəcəyik? Əvəzliyi götürməliyik. Əvəzliyin özünə məxsus, baxın, özünə məxsus ümumi qrammatik mənası yoxdur. Deyəcəksiniz ki, müəllim, əvəzliyin qrammatik mənası var. Baxın, əvəzlik nədir? Əsas nitq hissələridir. Biz demişdik ki, əsas nitq hissələrinin həm leksik mənası olur, əsas nitq hissələrinin həm qrammatik mənası olur. Baxın, əsas nitq hissələrində həm leksik məna olur, həm də qrammatik məna olur. Əvəzliyin leksik mənası da var, qrammatik mənası da var. Amma özünə məxsus qrammatik mənası yoxdur. Yəni, feilin özünə məxsus qrammatik mənası var, hərəkət bildirirdi, say miqdar bildirirdi, zərf tərz bildirirdi, yer bildirirdi, zaman bildirirdi, miqdar bildirirdi, isim əşyanın adını bildirirdi, sifət, əlamət və keyfiyyət bildirirdi. Amma əvəzliyin özünə məxsus ümumi qrammatik mənası yoxdur. Əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətini daşıyır. Adından da məlum olduğu kimi. Yəni, birinci əsas qaydamız hansı oldu? Əvəzliyin özünə məxsus ümumi qrammatik mənası yoxdur. Ümumi qrammatik mənası var. Sadəcə özünə məxsus deyil. Əvəzlik əvəz etdiyi nitq hissələrinin xüsusiyyətini daşıyır. Bizim birinci, ilkin mərhələdə öyrəndiyimiz bilik bu oldu. İkinci, əvəzliyin sualı yoxdur. Yaxşı mı? Əvəzliyin sualı yoxdur. Əvəzlik suala cavab verir. Baxın, deyirəm, mən kim? Suala cavab verdi. Verməsə axı cümlə üzvü ola bilməz. Suala cavab verir əvəzliklər. Amma əvəzliyin özünə məxsus sualı yoxdur. Bizim ikinci qaydamızda oldu bu. Birinci nə oldu? Əvəzliyin özünə məxsus ümumi qrammatik mənası yoxdur. İkinci, əvəzliyin özünə məxsus sualı yoxdur. Sonra keçirik üçüncü əsas məqama. Bəs yaxşı, əvəzliyin özünə məxsus qrammatik şəkilçisi var. Gəlin baxaq. İsmin özünə məxsus qrammatik şəkilçisi var idi. Bəli, var idi. İsmin var idi. Gəlin yazaq, inteqrasiya eləyək bölmələri. İsimdə nəyi öyrənmişdik? Cəm, hal, mənsubiyyət, xəbərlik. İsimdə qrammatik şəkilçilər var idi. Sonra hansı bölmə gəlir? Sifət. Sifətdə qrammatik şəkilçilər var? Bəli, var. Hansılar idi sifətin qrammatik şəkilçiləri? Yadınıza salın. Azaltma dərəcəsini əmələ gətirən şəkilçilər. Imtıl, imtıraq, imsov, şın, yanız, raqrək. İsim, sifət. Sonra gəldik saya. Müəllimlər, sayın özünə məxsus qrammatik şəkilsi var? Yoxdur. Ay müəllim, ınca, daha doğrusu ıncı, larla, larca, acıq, lu. Bunlar leksik şəkilçidir. Sayın özünə məxsus qrammatik şəkilsi yoxdur. Hə. Sonra. Saydan sonra nə gəlir? Zərf gəlir. Gəlin baxaq. Zərfin özünə məxsus qrammatik şəkilsi var? Yoxdur. Sonra nə gəlir? Feil gəlir. Feilin özünə məxsus qrammatik şəkilsi var? Var. Hansılardır? Feilin zamanları, feilin şəkilləri, feilin təsriflənməyən formalarının şəkilçiləri, deməli feilin var. Yaxşı, bəs əvəzliyin var? Əvəzliyin də yoxdur. İndi gəlin qruplaşdıraq. Getdi imtahana. Bizdən soruşdu ki, hansı əsas nitq hissələrinin özünə məxsus qrammatik şəkilsi yoxdur? Deməli, sayın qrammatik şəkilsi yoxdur.
Zərfin qrammatik şəkilsi yoxdur, əvəzliyin qrammatik şəkilsi yoxdur. İsmin, sifətin, feilin var. Sayın, zərfin, əvəzliyin qrammatik şəkilsi yoxdur. Əvəzlikdə bugün bunu öyrəndik ki, əvəzliyin qrammatik şəkilsi yoxdur. Əvəzliyin özünə məxsus ümumi qrammatik mənası yoxdur. Əvəzliyin özünə məxsus sualı yoxdur. Əvəzlik suala cavab verir. Bunu qarışdırmayın. Çünki mənim bu yaxınlarda bir müdavimim var idi, sual atmışdı. O sualda da əvəzliklə bağlı nəsə bir sual idi. Mən orada da onu izah elədim. Məsələn, deyirəm ki, onu sevirəm. Bax, əvəziyə sual verirəm. Kimi? Gördünüz, kimi? Əvəzlik suala cavab verir, əsas nitq hissəsidir. Amma əvəzlik deyilən nitq hissəsinin özünə məxsus sualı yoxdur. Bunu da yaddan çıxarmayaq. Sonra, bəzən deyir ki, əvəzlik bütün nitq hissələrinin yerində işlənir, əvəzlik bütün nitq hissələrinin yerində işlənir. Bütün nitq hissələri yox ha. Nitq hissələri iki yerə bölünür. Əsas nitq hissələri, bir də köməkçi nitq hissələri. Əvəzlik yalnız əsas nitq hissələrini əvəz edir. Yaxşımı? Desək ki, əvəzlik bütün nitq hissələrini əvəz edir. Bu fikir yanlışdır. Bütün yox, yalnız və yalnız əsas nitq hissələrini əvəz edir. Bax, bunları unutmayaq. İndi dediyimizi bir də təkrar edək. Amma ona qədər 44 nəfər müəllim məni dinləyir, 19 nəfər müəllim bəyənibdir. Niyə bəyənmirsiniz? Canlımızı bəyənin ki, mən də yüksək motivasiya ilə dərsimizi keçim. Bir daha gəlin əvəzlik haqqında hələ ilkin biliyi öyrənək, sonra mürəkkəbə doğru gedək. Dedik ki, əvəz etdiyi əsas nitq hissələrinin xüsusiyyətini daşıyır, sualına cavab verdiyi nitq hissəsini əvəz edir, özünə məxsus ümumi qrammatik şəkilsi yoxdur, ümumi qrammatik mənası yoxdur, özünə məxsus qrammatik şəkilsi yoxdur, yalnız və yalnız əsas nitq hissələrini əvəz edir. Yaxşı, bunu bildik. Bu əvəzlik haqqında ilkin biliklərimiz oldu. İndi gəlin əvəzliyin quruluşca növlərinə baxaq. Baxın, quruluşca başqadır, dəfələrlə demişəm. Mənaca başqadır, mənaca. Quruluşca nə deməkdir? Sadə, düzəltmə, bir də mürəkkəb. Əvəzliyin quruluşca neçə növü var? 3 növü var. Sadə əvəzliklər, düzəltmə əvəzliklər, bir də mürəkkəb əvəzliklər. Sadə, düzəltmə, mürəkkəb. Mənaca hansıları idi? Şəxs əvəzlikləri, işarə əvəzlikləri, qeyri müəyyən əvəzliklər, sual əvəzlikləri, bir də təyini əvəzliklər. Baxın, quruluşca sözü ilə mənaca sözünü qarışdırmayın. Mənaca neçə növü var desə, şəxs əvəzliyi 1, işarə əvəzliyi 2, qeyri-müəyyən əvəzlik 3, sual əvəzliyi 4, təyin əvəzlik 5. Mənaca neçə növü oldu? 5 növü oldu. Bəs quruluşca desə, sadə, düzəltmə və mürəkkəb. Quruluşca isə 3 dənə növü oldu. Yaxşımı? Bunu da bildik. Ola bilər ki, bu hissələr kiməsə asan gələ bilər müəllimlərdən. Baxın, müəllimlər, mən dərsi hər zaman tədris edən zaman, ödənişli qruplarda da, sadədən mürəkkəbə doğru gedirəm. Yəni, birdən-birə mən çətinə doğru gedə bilmərəm axı. Mən sadədən pillə-pillə mürəkkəbə doğru qalxıram. Ona görə də canlını sona qədər izləməkdə fayda var. İndi gəlin sadə əvəzliklərə nümunə deyək. Məsələn, mən, sən, o, biz, siz, onlar, hər, öz, bütün,
filan və s. Yəni, bunlar nədir? Bunlar oldu bizim sadə əvəzliklərimiz. Yaxşımı? İndi keçirik düzəltmələrə. Düzəltmələr hansıları idi? Biri, bax, bu sizi çox çaşdıra bilər. Sonra, kimsə, nəsə, diqqətli olun ha, haralı, eşitmişsiniz heç haralı əvəzliyini, sual əvəzliyidir. Hərə, neçənci, bunlar hamısı nədir? Bunlar hamısı olacaq düzəltmə əvəzliklər. Deməli, bir daha dediyimi təkrar edirəm. Biri düzəltmədir, kimsə düzəltmədir, nəsə düzəltmədir, haralı düzəltmədir, hərə düzəltmədir, neçənci düzəltmədir. Yaxşımı? Bunlar düzəltmə əvəzliklərimizdir. Bax, bu yuxarıdakılar oldu sadə, bu aşağıdakılar oldu düzəltmə. İndi getdikcə bunları mürəkkəbləşdirəcəyik. Sadələri də öyrəndik, düzəltmələri də öyrəndik. İndi yaxşı. Bəs gəlin görək, mürəkkəblərimiz hansılardır? Mürəkkəblərimiz. İndi gəlin ona baxaq, mürəkkəblərə. Məsələn, filan kəs. Filan kəs necə yazılıb? Bitişik yazılıbdır. Bax, bu bizim istisnamızdır. İstisna. Bax, haradasa müəllimlər. Bir 3 il bundan öncə idi. Bu tip sual nümunəsi sertifikasiyanın sınağında var idi. Şəxsən mənim, özümün, Ağcabəddən olan müdavimlərim var idi ki, bu sualı mənə belə deyim ki, çəkib atmışlar ki, müəllim, bu sualı bizə izah edin. Əslində mən izah etmişdim. Hətta feil mövzusu ilə də inteqrasiya eləmişdim. Bax, bu bizim nədir? İstisna mürəkkəb əvəzliyimizdir ki, bitişik yazılır. Məsələn, deyirəm, hər kəs. Baxın, ayrı yazıldı. Heç kim. Baxın, ayrı yazıldı. Kim isə. Baxın, ayrı yazıldı. Və yaxud da heç nə. Baxın, ayrı yazıldı. Bax, bunlar necə yazılıb? Ayrı yazılıbdır. Amma filan kəs necə yazılıbdır? Filan kəs bitişik yazılıbdır. Deməli, bu bizim nəyimizdir? Bəs ailə? Ailə əvəzlik deyil axı, əzizim. Ailə isimdir. Aha, filan kəs nədir? Bizim istisnamızdır. Necə olur? Bitişik yazılan əvəzliyimizdir. İndi bizə desələr ki, sağollaşmaq, xudahafizləşmək, istiyotlamaq, xoşhallanmaq feili ilə filan kəs əvəzliyinin oxşar cəhəti nədir? O feillərin istisnasıdır ki, bitişik yazılır. Bu da əvəzliyin istisnasıdır ki, bitişik yazılır. Yaxşımı? Normalda biz əvəzliklərimizi gördük ki, mürəkkəb əvəzliklərimiz ayrı yazılır. Amma filan kəs nə idi? İstisna idi ki, bitişik yazıldı. Bax belə. İndi mənə yazın görüm. Bura qədər keçdiklərimi hər kəs başa düşdü, yoxsa yox? Zəhmət olmasa yazın, davam edək. Bax, bura qədər keçdiklərim içində nə qaranlıq qaldı? Yazın, yazın. Asi Zeynalov yazıb, bitişik yazılan sözlər. Müəllim, mən bitişik yazılan sözləri izah eləmirəm, əzizim. Mən bitişik yazılan əvəzliyi izah edirəm. Söz bitişik, sadə sözcüsə bitişik yazılmalıdır. Düzəltmə sözcüsə bitişik yazılmalıdır. Mürəkkəblərimiz də ayrı yazıla bilər. Söz yoxdur, maşallah. Maşallah gününüz olsun. Hamınıza minnətdaram. Canlımızı bəyənək. Bura qədər dediklərimi bir də təkrar edim. Sonra keçdik ikinci mərhələyə. Dedik, bir də başladıq. Əvvələ qayıtdıq. Əvəzlik nə idi? Əvəzlik əsas nitq hissələrinin yerində işlənən nitq hissəsinə deyilir. Əvəzliyin özünə məxsus ümumi qrammatik mənası var idi? Xeyr, özünə məxsus yox idi. Ümumi qrammatik mənası var idi. Amma özünə məxsus ümumi qrammatik mənası yox idi. Yaxşı, əvəzliyin özünə məxsus sualı var idi? Xeyr, yox idi. Yaxşı, özünə məxsus qrammatik şəkilsi var idi? Xeyr, yox idi. Yaxşı, əvəzliyin quruluşca neçə növü var idi? 3 dənə idi. Hansılar idi? Sadə, düzəltmə, mürəkkəb. Ay müəllim, 5 dənə demək olmaz?
Xeyr, demək olmaz. Niyə demək olmaz? Çünki 5 dənə olan mənaca növüdür. Məndən nəyi soruşur? Qurluqca növün soruşur. Qurluqca növü 3 dənə idi. Yaxşı, hansıları idi? Sadə, düzəltmə, mürəkkəb, qəşəng. İndi qurluqca növlərini bitirdik. Əvəzlik haqqında məlumatımız oldu. İndi əvəzliyin mənaca növlərinə baxırıq. Birinci başlayırıq. Ya Allah, bismillah, şəxs əvəzliklərindən. Mən yazıram. Siz zəhmət olmasa diqqətlə dinləyin. Şəxs əvəzliyi. İndi gəlin baxaq. Mən burada yazacağım. Müəllimlər, yazana qədər məlumat verin bu arada. İnşallah ki, noyabr ayının 14-dən başlayırıq 1 illik ödənişsiz dərslərə. Yalnız bircə dəfə çox az bir məbləğdə ödəniş ödəyirsiniz, 1 il müddətinə hazırlaşırsınız. Əlavə olaraq onu da qeyd edim ki, məndən müəllimlər soruşur ki, Zəhra müəllim, yanvarda belə bir qrupunuz olacaq və yaxud tutaq ki, fevralda belə bir qrupunuz olacaq. Baxın, əziz izləyicilər, müəllim var ki, burada iyun ayının ikisi mənə bir dəfə ödəniş ödəyib, gələn iyula qədər bir il pulsuz hazırlaşacaq imtahana qədər. O da tutaq ki, mənə ödəyir, məsələn deyirəm 10 manat, məsələn deyirəm. Siz yanvardan qoşulsanız, siz də 10 manat ödəyəcəksiniz. Yaxşımı? Yəni eyni şeydir də. Onsuz da məbləğ eynidir. Yanvardan da qoşulsanız eyni məbləği ödəyirsiniz. Fevraldan da qoşulsanız eyni məbləği ödəyirsiniz. Sadəcə sizin vaxtınızdan gedir. Yaxşımı? Yəni onsuz da məbləğ eynidir, dəyişmir. Ona görə kim qoşulmaq istəyirsə noyabr qrupuna qoşulsun. Bircə dəfə ödəniş ödəyirsiniz. İnşallah başlayırıq. Əskər bacısı, Allah səni həmişə güldürsün. Gün o gün olsun, qardaşın əskərlikdən sağ-salamat gəlsin. Allah bütün əskərlərimizi qorusun. Amma niyə gəlib bura belə gülməli şeylər yazırsınız? Bax belə. İndi əzizlərim, gəlin baxaq şəxs əvəzliklərinə. Şəxs əvəzlikləri dedik nədir? İsmin yerində işlənən, şəxs anlayışı bildirən, kim, nə suallarından birinə cavab verən əvəzliyə deyilir. Mən 14-ünə sizə yazıb qoşulacağım. Vaxtı ikən yazın. Mütləq əvvəlcədən yazın ki, qrupa əlavə edə bilək. Deməli, şəxs əvəzlikləri dedik nədir? İsmin yerində işlənən, şəxs anlayışı bildirən, kim, nə suallarından birinə cavab verən əvəzliyə deyilir. Baxın ha, nəyin yerində işləndi? İsmin yerində işləndi. Müəllim, sifətin yerində işlənə bilməz, toxunacam. Əsasən ismin yerində işlənir və kim, nə suallarından birinə cavab verir. Kimlə, nəyin sualıdır? İsmin sualıdır. İsmin neçə sualı var? 3 sualı var. Hansıları idi? Kim, nə, hara? İndi mənə desək ki, şəxs əvəzliyi ismin hər 3 sualına cavab verir, yanlışdır. Hara sualına cavab vermir. Kim və nə suallarından birinə cavab verir. Bu yazdığımı silirəm. Bir izah edirəm. Dedik ki, şəxs əvəzliyi hansı nitq hissəsinin yerində işlənir? Müəllimlər, ismin yerində işlənir. Əsasən ismin yerində işlənir. Bax, bu əsasən sözünün mənasını izah edəcəm. Əsasən o deməkdir ki, bax, mən ixtisasca Azərbaycan dil və ədəbiyyat müəllimiyəm. Eləmi? Mən əsasən hansı fənni keçirəm? Azərbaycan dilini keçirəm. İstisna hallarda ədəbiyyatı da keçərəm. Amma əsasən siz məni Azərbaycan dili ilə tanımısınız. İndi şəxs əvəzliyi də belədir. Əsasən, yəni şəxs əvəzliyi deyəndə ağlımıza nə gəlir? İsim gəlir. Amma bəzən istisna hallarda sifətin də yerində işlənə bilər. Deməli, ismin yerində işləndi. Sualları nə oldu? Kim, nə sualları oldu? Yəni şəxs əvəzliyi hara sualına cavab vermir. Bəzən müdavimlər deyir ki, əvəzlik, deməli şəxs əvəzliyi ismin hər 3 sualına cavab verir. Xeyr, hər 3 sualına cavab vermir. Yalnız kim və nə sualına cavab verir. Sonra bunu bildik. Dedik ismin yerində işləndi əsasən. Kim nə suallarından birinə cavab verdi? Yaxşı. İndi gəlin qurluqca növünə baxaq. Müdavim deyir ki, müəllim, mən imtahanda gedirəm. Qurluqca növ deyəndə çaşıram. Əzbərləyə bilmirəm. Baxın, niyə əzbərləyirsiniz? Şəxs əvəzlikləri hansıdır? Mən, biz, sən, siz, o, onlar.
Bunlar nədir? Bunlar şəxs əvəzliyidir. Mən, biz, sən, siz, o, onlar. Üzərlərində leksik şəkilçi var, yoxdur. İki sözün birləşməsi var, yoxdur. Defislə yazılma var, yoxdur. Deməli, bunlar nə? Quruluqca düzəltmə deyil, nə də quruluqca mürəkkəb deyil. Baxın, yalnız və yalnız nə olacaq? Olacaq sadə. İndi şəxs əvəzlikləri quruluqca necə oldu? Oldu sadə. Bunu bilməyə nə var ki? Bunu əzbərləməyə nə var? Niyə əzbərləyirsiniz? Şəxs əvəzliyin tanıdıq hansılar oldu? Mən, biz, sən, siz, o, onlar. Baxdıq ki, üzərlərində leksik şəkilçi yoxdur. Deməli, düzəltmə ola bilməz. Mürəkkəbin də əlaməti yoxdur. Deməli, nə olacaq? Yalnız və yalnız sadə olacaq. Bunu da öyrənmiş olduq. Mən silənə qədər boş dayanmayım, təkrar edim. Şəxs əvəzlikləri hansı nitq hissəsinin xüsusiyyətini daşıyırdı? İsmin. Şəxs əvəzliklərinin sualı nə idi? Kim, nə, qəşəng. Hara sualına cavab verə bilər? Verə bilməz. Bunu da bildik. Quruluqca necə olurdu? Yalnız və yalnız sadə olurdu. Yaxşı. Şəxs əvəzlikləri kəmiyyətcə tək və cəm olur. Baxın, deməli, gəlin bura yazaq. Tək. Burada yazaq. Cəm. Təklər hansıları idi? Mən. Cəm hansı idi? Biz. Tək hansı idi? Sən. Cəm hansı idi? Siz. Tək hansı idi? O. Cəm hansı idi? Onlar. Aha. İndi gəlin bir də qeyd götürək. Mən, biz, sən, siz, o, onlar. Deməli, birinci şəxsin təkində nə oldu? Mən oldu, cəmində oldu biz. İkinci şəxsin təki sən, cəmi siz. Üçüncü şəxsin təki o, cəmi onlar. İndi sizə qəşəng bir sual verirəm. Mənə deyin görüm. Bax, bu yazdığım şəxs əvəzliklərinin içərisində hansı əvəzlik və yaxud əvəzliklər amonim əvəzliklər hesab olunur? Deyin görüm. Bax, bura əvəzliklər yazdım. Mən, biz, sən, siz, o, onlar. Bunların içərisində hansı idi ki, amonim əvəzlik hesab olunurdu? Düz yazana afərin. Yaxşı fikirləşin. O, biz. Afərin. O ilə bizi yazanlar super. Doğrudur. Düzgün cavabımız nə oldu? Cavabımız oldu o və biz əvəzliyi. Hamı biz yazdı. Bəs onu niyə yazan olmadı? Baxın. Bəs ötən dərs dedim axı o əvəzliyi. Əvəzliyin iki məna növündə yer alıbdı. Bir dəfə o olur işarə əvəzliyi, bir dəfə o olur şəxs əvəzliyi. Ay müəllim, axı hər iki tərəfə əvəzlikdə olsun. Biz demişdik ki, amonimlərin tərəfləri eyni nitq hissəsi də ola bilər, müxtəlif nitq hissəsi də ola bilər. Burada ikisi də əvəzlikdirmi? Bəli, deməli eyni nitq hissəsidir. Yaxşı. Bəs bir nəyin adını çəkmişdik amonim əvəzliklərdə? Bir də çəkmişdik bizin adın. Biz nə olacaq? Ayaqqabını bizlə tikdik. İsim. Bir də biz səni çox sevirik. Əvəzlik. Deməli, burada da bizmək feili yoxdur axı. Büzmək olar. Bizmək feili dilimizdə yoxdur. Deməli, isim əvəzlik. Bu da nə oldu? Tərəfləri müxtəlif nitq hissəsi olan əvəzlik. Bu qədər sadə. İndi düzgün cavabımız nə oldu? O ilə biz. Bax, çoxu onu yazmadı. Çoxu onu yazmadı. Yaxşı mı? Biri bizdir, biri də nədir? O'dur. Bax, bu əvəzliklərimiz nədir? Amonim əvəzliklərdir. Qəşəng. Bunu da öyrənmiş olduq. Yaxşı. Davam edək digər məqamlardan. Dedik ki,
Şəxs əvəzlikləri, şəxs əvəzlikləri hansı nitq hissəsinin xüsusiyyətini daşıyırdı? İsmin. İndi bizə desələr ki, şəxs əvəzlikləri ismin bütün xüsusiyyətlərini daşıya bilir fikri. Müəllimlər doğrudur yoxsa yanlışdır? Deyin görüm. Şəxs əvəzliklər ismin bütün xüsusiyyətlərini daşıya bilir. Yazın. Şəxs əvəzliklər ismin bütün xüsusiyyətlərini daşıya bilir. Fikri yanlış fikirdir yoxsa doğru fikir? Bilmir. Bəli, qəşəng, yanlışdır. Əla. Bəli, qəşəng. Çünki ismin bütün xüsusiyyətlərini daşısa desə, də onda bu isim olar da. Ola bilməz axı. Mən tutaq ki, anama bənzəyirəm. Amma da mən anamın bütün xüsusiyyətlərini daşısam da onda mən olaram anam da. Eyni insan olaraq. İndi nitq hissəsi də belədir də. Şəxs əvəzlikləri də belədir. İsmin müəyyən xüsusiyyətini daşıyır. Yəni desələr ki, ismin bütün xüsusiyyətlərini daşıya bilir, bu fikir yanlışdır. İndi niyə? Gəlin baxaq. Şəxs əvəzlikləri dedik ki, mənsubiyyətə görə dəyişmir. Birinci qaydamız budur. Mənsubiyyətə görə dəyişmir. Dəyişmir. İndi sual ortalığa çıxır. Yaxşı, müəllim, mənim və bizim sözlərinin üzərindəki im şəkilsi nə şəkilsidir? Nə şəkilsidir? Kim deyər? Yəli kal. Bəli. Yəli kal. İndi biz demişdik ki, yəli halın şəkilsi ın üstü 4 qrammatik şəkilçidir. Və deyəcəksiniz axı müəllim, burada ın, in, un, ündən söhbət gedir. Amma buradakı şəkilçi isə im şəkilsidir. Baxın, bu artıq bizim nəyimizdir? İstisnamızdır. İstisna. Yəni istisna hallarda mən və biz əvəzliyi yəli halda in qəbul edə bilmədiyinə görə im qəbul etdi. Bu qədər rahat. Yaxşımı? Yəni mənim və bizim sözlərinin üzərindəki im mənsubiyyət şəkilsi deyil. Şəxs əvəzlikləri mənsubiyyətə görə dəyişə bilmir. İndi birinci qaydamız nə oldu? Gəlin bir də yazaq. Şəxs əvəzlikləri dedik ki, axırda sual cavab eləyəcəm. Mənsubiyyətə görə dəyişmir. Birinci qaydamız bu oldu. İkinci, şəxs əvəzlikləri hallanır. Məsələn, mənim, mənə, məndə, məndən, sənin, sənə, səndən, onun, ona, ondan. Gördükmü? Mənsubiyyətə görə dəyişmədi, amma hallandı. Bunu da bildik. Yaxşı, indi gəlin nəyə baxaq? Dedik ki, bəzən bir cümlədə, yəni mən bu formada, diqqətlə baxın, sizi bu davranışınıza görə alqışlayıram. Baxın, bəzən hörmət və rəsmiyyət xətrinə biz insan bir nəfər olsa belə, biz ona siz deyə müraciət edirik. Bax, məsələn, məktəbdə müəllimə biz sən necəsən demirik ki, və yaxud salam müəllim, sabahın xeyir demirik ki, salam müəllim, sabahınız xeyir, siz necəsiniz? Bax, biz axı müəllimə bu cür xitab edirik. Və yaxud da ki, özümüzdən böyüklər olsun, və yaxud da ki, rəsmi bir ortam olsun, hörmət və rəsmiyyət xətrinə biz
qarşımızdakılara nə deyirik? Siz deyirik. Və bu cümlədə də sizi sözü nə oldu? Böyük hərflə yazıldı. Yəni biz adətən demişdik ki, cümlənin ortasında gələn bir söz əgər xüsusi isim deyilsə, şəxs adı, məkan adı deyilsə, biz bunu nə yazırdıq? Yer adı isə biz bunu kiçik hərflə yazırdıq. Amma gördünüz, mən sizi bu davranışınıza görə alqışlayıram. Buradakı sizi əvəzlikdir. Cümlənin ortasında gəlib və böyük hərflə yazılıbdır. Burada heç bir norma pozuntusu yoxdur. Ona görə ki, rəsmiyyət və hörmət xatirinə olanda siz əvəzliyi cümlənin ortasında, sonunda gəlsə belə böyük hərflə yazıla bilər. Bax, bunu da unutmayaq şəxs əvəzliklərin içərisində. Deməli, baxın, biz şəxs əvəzliklərindən danışarkən hansıların adını çəkdik? Mən, biz, sən, siz, o, onlar. Bax, bunların içərisində o əvəzliyi var ki, o əvəzliyi canlılara da aid ola bilər. Məsələn, o gəldi. Məsələn, cansıza da aid ola bilər. O dadlıdır. Baxın, yəni biz buradan belə bir nəticəyə gəlirik ki, bizə desələr ki, şəxs əvəzliklərinin içərisində hansı əvəzlikdir ki, canlıya da aid ola bilir, cansıza da aid ola bilir, təbii ki, mən rahatlıqla o əvəzliyini götürə bilərəm. Yaxşı. İndi bu sualı dəfələrlə vermişəm. Bir də sual verirəm sizə. Deyirəm ki, onu mənə gətirin. Yəni, burada onu, tutaq ki, söhbət gedir oyuncaqdan. Aha. Deyin görüm onu, yəni o əvəzliyi şəxs əvəzliyidir, yoxsa işarə əvəzliyidir? İndi bu onu şəxsdir, yoxsa işarə? Onu mənə gətirin. Söhbət oyuncaqdan gedir. Qəşəng. Ey Allah, Mədinə Pirmetova. Super. İşarə yazanlar. İşarə yazanlar mənim o günkü dərsimdən heç xəbərləri yoxdur. İşarə yazanlar heç mənim o günkü 2 saata yaxın canlıma daxil olmayıblar. Nə işlə məşğul olmuşsa, bir siz bilirsiniz, bir Allahınız. Sözüm müdavimlərimədir. Baxın, onu, nəyi, nəyin sualıdır? İsmin yerində işlənən o əvəzliyi nə olurdu? Olurdu şəxs əvəzliyi. Bəs axı dedim, şəxs əvəzliyi deyəndə gözümüzün qarşısına insan gətirməyək. O əvəzliyi canlıya da aid ola bilir, cansıza da aid ola bilir. Onu mənə gətirin. Nəyi? Onu. Nəyin sualı oldu? İsmin sualı. İsmi əvəz edirsə, o əvəzliyi, ismin yerində işlənirsə nə olur? Şəxs əvəzliyi. Sifətin yerində işlənirsə nə olur? İşarə əvəzliyi. Səbinə müəllim düz yazınız. Həqiqətən rüsvayçılıq. Dərsə bir də canlı dərs keçməyəcəm. Zarafat edirəm, keçəcəm. Baxın, dedik ki, o əvəzliyin 2 məna növündə var. Bir dəfə oldu şəxs, bir dəfə oldu işarə. Əgər ismin suallarına cavab verirsə, o oldu şəxs. Sifətin dərəcəsini bir ay bundan qabaq izah etmişəm. Kanala baxın, zəhmət olmasa. Sifətin sualına cavab verirsə, nə olur? Olur işarə əvəzliyi. Yaxşı mı? İndi deyirəm, onu mənə gətirin. Nəyi? Nəyin sualıdır? İsmin. İsmin sualısı olacaq şəxs əvəzliyi. O qızı sevirəm. Hansı qızı? Hansı qızı? O qızı. Hansı nəyin sualıdır sifətin? Deməli, bu zaman olacaq şəxs əvəzliyi, işarə əvəzliyi. Yaxşı mı?
Əgər ismin sualına onu mənə verin, nəyi? Yenə şəxsdir. İsmin sualına cavab verirsə, qısası, ismin sualına cavab verirsə şəxs, bu qədər sadə. Sual verin. İsmin sualına cavab verirsə şəxsdir. Sifətin sualına cavab verirsə işarədir. Aydın oldu. Hamı qeyd götürsün. Silmirəm hələ. Bunu da bildik. Sonra keçirik, artıq çətinləşdirməyə başlayıram. Salam müəllim, salam, xoş gəldiniz. Yavaş-yavaş çətinləşdiririk artıq. Baxın, bizə deyir ki, şəxs əvəzlikləri müstəqil şəkildə işlənib. Hansı əsas nitq hissəsini əvəz edir? Baxın, əgər müstəqil şəkildə desə, nəyə əvəz edəcək? Müstəqil şəkildə desə, ismi əvəz edəcək. İsmi. Yox, əgər mətn daxilində desə, bu zaman sifəti də əvəz edə bilər, sayı da əvəz edə bilər, feili sifəti də əvəz edə bilər. Baxın. Konfeti yedim. Sualla izah edin, zəhmət olmasa. Nəyi konfeti? Yedim, nə etdim? Sual verdik də. Deyirsə, sualla izah edin, zəhmət olmasa. Konfeti nəyi? Yedim, nə etdim? Aha. Deməli, əgər şəxs əvəzlikləri müstəqil şəkildə, nəyi bəli, isimdir də. Müstəqil şəkildə şəxs əvəzlikləri əgər müstəqil şəkildə işlənsə, bu zaman ismi əvəz edəcək. Mətn daxilində amma sifəti də əvəz edə bilər, mətn daxilində amma sayı da əvəz edə bilər, mətn daxilində amma feili sifəti də əvəz edə bilər. Yaxşımı? Sual kimi düşər. Şəxs əvəzlikləri müstəqil şəkildə hansı nitq hissəsini əvəz edə bilər? Hansı nitq hissəsini əvəz edəcək? İsmi. Mən gəldim. Kim? Mən. Müstəqil şəkildə ismi əvəz elədi. Müstəqil odur ki, mətn daxilində deyil. Bir cümlədir və bu cümlədə neynədir? İsmi əvəz elədi. Amma mətn daxilində gəlin baxaq. Məsələn, deyirəm. 10-cular. Qalib gəldi. Nöqtə. Direktor. Onları təbrik etdi. Qalib gəldi. Kim? 10-cular. 10-cular nədir? Say. Direktor onları, yəni 10-cuları təbrik etdi. Nəyə əvəz elədi? Onları. Şəxs əvəzi nəyin yerində işləndi? Sayın yerində. Deməli, mətn daxilində sayı əvəz edə bilir. Gördünüz? Mətn daxilində müstəqil şəkildə yalnız ismi əvəz edir. Mətn daxilində amma sayı əvəz edə bildi. Yarışanlar tez gəlmişdilər. Onlar həyəcanlı idilər. Onlar kim idi? Yarışanlar. Yarışanlar nədir? Feili sifət. Hardan bildik? Anən var üzərində.
Deməli, onlar şəxs əvəzi nəyə əvəz elədi? Feil sifət əvəz elədi. Gördünüz? Mətn daxilində. Amma bax, bunu yazaq burada. Ki, qarışdırmayın. Mətn daxilində. Müstəqil şəkildə yox, ha. Müstəqil şəkildə yalnız ismi əvəz eləyir. Mətn daxilində. Bir dəfə sayı əvəz elədi, bir dəfə də feil sifəti əvəz elədi. Yaxşı. Gəlin başqa bir nümunəyə baxaq. Həyətdəki burada yaşayır. Onu tanıyıram. Onu kimdir? Həyətdəki. Həyətdəki hansı nitq hissəsidir? Dakıdəki var. Sifət. Deməli, şəxs əvəzi nəyə əvəz elədi? Sifəti. Necə? Mətn daxilində. Gəlin yenə yazaq. Mətn daxilində, cümlə daxilində, əzizim. Bir cümlədə yox. Bir neçə cümlənin daxilində. Başa düşdünüz? Bir cümlədə yox. Və deyirəm, onu bəyəndim. Bir dənə cümlədir. Amma bax, burada həyətdəki burada yaşayır, onu tanıyıram. Yəni, 2 dənə artıq burada cümlə var. Belə 2 cümlənin daxilində olsa, 3 cümlənin daxilində olsa, bu mətn daxili sayılır artıq. Bu zaman sayı da əvəz edə bilər, sifəti də əvəz edə bilər, bu zaman feil sifəti də əvəz edə bilər. Amma təklikdə özünün əsas xüsusiyyəti ismi əvəz eləməkdir. Bundan o tərəfə mən yazıq neyiniyim, hamısına aid nümunə də çəkirəm. İndi gəlin şəxs əvəzliklərini öyrəndik, sual cavab edək, keçək əvəzliyin digər məna növlərinə. 53 dəqiqədir ki, şəxs əvəzliklərindən danışıram. Cəmaət 53 dəqiqəyə əvəzliyi bitirir. Mən 53 dəqiqə şəxs əvəzliklərindən danışdım ki, heç bir qaranlığınız qalmasın. Başlayaq. Əla. Şəxs əvəzlikləri quruluşca neçə cür olurdu? Quruluşca. 3 yazanlar. 3 yazanlar. Bu canlını bağlayıb gedərəm. Bax, bu istirahət günündə qəşəng bir məkan tapıb, o səssizlikdə bir çay içib test hazırlayaram. 3 yazanlar. Demirəm, əvəzlik, quruluşca neçə cür olur. Məni intihar həddinə gətirirsiniz. Demirəm, neçə cür olur quruluşca. Deyirəm, şəxs əvəzliyi neçə cür olur quruluşca, sadə. Yaxşı. Bircədən olur, ha, sadə. 1. Qorxumdan sadə də yazıram, 1 də yazıram. Qəşəng. Yaxşı. Şəxs əvəzlikləri hallana bilir. Hallana bilir şəxs əvəzlikləri, salam. Adam tanrı etmir. Şəxs əvəzlikləri hallana bilir. Bəli, hallanır. Doğrudur. Mənsubiyyətə görə dəyişir. Mənsubiyyətə görə dəyişir. Qəşəng. Dəyişmir. Məktəbdir. Məktəbdir bura. Yox, bura məktəbdir deyil. Məktəbdir deyil bugün. Zaur bəy. Məktəb deyil bugün bura. Bura məktəbdir. Məktəbdir deyil. Yaxşı mı? Məktəbdir bura. Hə. Məktəbdir. Zəhrə Əhmədova adına ümumi orta məktəb. Tam da demirəm, ümumi ortadır. Ona görə ki, 1 saatlıq məni burada yorurlar. Subay sən. Səbinə müəllim yazıb subaysan. Qəşəng. Gəlin. Quruluşca sadə oldu. Hallandı, amma mənsubiyyətə görə dəyişmədi. Yaxşı. Əsasən hansı nitq hissəsini əvəz edir? Əsasən hansı nitq hissəsini əvəz edir?
Məktəbdir bura. Əsasən hansı nitq hissəsini əvəz edir? Feil yazanlar. İsmi, əsasən ismi əvəz edir. Yaxşı, mətn daxilində hansı nitq hissələrini əvəz edir? Mətn daxilində. Mətn daxilində. Mətn daxilində hansıları idi? Say. Hansıları idi? Sifət. Bir hansı idi? Feili sifət. Qəşəng. Qurluqca növünü öyrəndik. Hallanmağını öyrəndik. Mənsubiyyətə görə dəyişməməyin öyrəndik. Əsasən hansı nitq hissəsini əvəz etməyin öyrəndik. Mətn daxilində hansı nitq hissəsini əvəz etməyin öyrəndik. Nə qədərimiz apardı? 56 dəqiqəmizi. Öyrəndik şəxs əvəzliklərin. Sabah gəlib səhv yazmayacaqsınız ki. Amonimliklərini öyrəndik. O ilə bu amonim əvəzliyi idi. Qəşəng. Bunu bildik. Super. Əla. Məktəbdir bura. Hələ qalmışam mən o sözdən. Pis bir şey təbliğ edəndə heç vaxtı girib ora nəsə yazmırlar. Ürək atırlar, çiçək atırlar, şir atırlar, böcək atırlar. Amma digəldi ki, yaxşı bir şey görəndə deyirlər məktəbdir bura. Səbinə müəllimə məktəbdir bura, dərs öyrənən hamısı baydı. Səbinə müəllim yazmayıb onu. Təvəkkül Səlimov. Onu yazan Səbinə müəllim deyil. Səbinə müəllim mənim bacımdır bu arada. İşiniz olmasın qızla. Ümid edirik ki, səhv yazmayacaq. İnşallah. Belə. Yaxşı. Gəlin keçək digərinə. Onu atanlar elə onlar kimi adamlar da müəllimə düz deyirsiniz. Anamın sözü də o həmişə belə deyir. Yaxşı. Belə bunu bitirdik. Şəxs əvəzliklərini bitirdik bir saata. Davam edirik. Yerdə nə qaldı? İşarə əvəzlikləri. Hə, şəxs əvəzliklərini bildik. İsm əvəz elədi. Bəs yaxşı, işarə əvəzlikləri nə məqsədlə işlədilir? İşarə əvəzlikləri işarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. Aha, şəxs əvəzlikləri dedik ki, daha doğrusu işarə əvəzlikləri dedik ki, işarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. İşarə əvəzlikləri hansı idi? O, bu, elə, belə, həmin. Bax, bunlar nə idi? İşarə əvəzlikləri idi. Yaxşı mı? Dedik ki, işarə əvəzlikləri, işarə məqsədi ilə işlədilən əvəzliklərə deyilir. O, bu, elə, belə, həmin. Nədir? İşarə əvəzlikləridir. Yaxşı. İşarə əvəzliklərini mən yazım, siz deyin. Hansı nitq hissəsinin yerində işlənir? İşarə əvəzlikləri. İşarə əvəzlikləri. Hansı nitq hissəsinin yerində işlənir? Əsasən. Əsasən. Sifətin. Bəli. İşarə əvəzlikləri əsasən sifətin yerində işlənir. Sifətin. Yaxşı mı? İşarə əvəzlikləri əsasən sifətin yerində işlənir. Baxın. Gəlin bunu silək, yazaq. Baxın, şəxs əvəzlikləri. Şəxs əvəzlikləri işlənir. Əsasən ismin yerində. İşarə əvəzlikləri işlənir. Əsasən sifətin yerində. Bunları yaddan çıxartmayaq. Misal gətirəcəm hamısına. Əsasən sifətin yerində işlənir. Məsələn, o qızı sevirəm. O qızı sevirəm. Sual verin. Hansı? Hansı nəyin sualdır? Sifətin. Deməli, işarə əvəzliyi nədir? Sifətin yerində işləndi. Qəşəng. İndi gəlin bütün işarə əvəzliklərini haqqında geniş danışaq. Quruluşun yazaq. Quruluşca necə olur? Quruluşca.
Quruluqçu işarə əvəzlikləri necə olur? Yalnız sadə. Hansıları idi? Yalnız sadə idi. Bir də yazaq. O, bu, elə, belə, həmin. Hə. Quruluqça nə oldu? Yalnız sadə oldu. İndi yaxşı. Bu da quruluqça yalnız sadədir. Bir hansı yalnız sadə olurdu? Bayaq hansını öyrəndik? Şəxs əvəzlikləri. İkisi də quruluqça nə idi? Yalnız sadə idi. Deməli, Euler-Venn diaqramının kəsişən hissəsinə nə yaza bilərik? Sadə olmaqlarını yaza bilərik. Yəni, Euler-Venn diaqramını verdi. Burada şəxs əvəzliyi verdi. Burada işarə əvəzliyi verdi. Orta da nədir? Hər ikisinin ortaq xüsusiyyətidir. Hər ikisinin ortaq xüsusiyyəti nədir? Quruluqca yalnız sadə olurlar. İnteqrasiya elədik, elədik. Görün nə qəşəng oldu. Yalnız sadə oldular. Yaxşı. Quruluqca yalnız sadə oldu. Sualları bəs nə idi? Sualları oldu. Necə? Nə cür? Hansı? Qəşəng. Bəli, əla. Qısası sifətin sualları. Əla. Qəşəng. Sifətin sualları nə oldu? İşarə əvəzliyi sualı oldu. Quruluqca yalnız sadə oldu. Sualları da necə, nə cür, hansı oldu? Əla. İndi davam edirik. İşarə əvəzliyinin hər biri ilə geniş şəkildə danışmağa. Danışdıq o-dan. Dedik ki, o əvəzliyin 2 dənə məna növündə yer alıb. Yəni, biz onu həm işarə əvəzliyi kimi görə bilərik, biz onu həm şəxs əvəzliyi kimi görə bilərik. O-dan geniş şəkildə danışdıq. Eləmi? İndi keçirib buya. Bu haqqında ötən dəfə danışmışam, amma bir daha xatırlayaq. Bunun neçə dənə adı var? Bunun bircə dənə adı var. Bu yalnız nədir? Bu yalnız nədir? İşarə əvəzliyidir. İşarə əvəzliyidir. Yaxşı. Bu əvəzliyi əsasən neçə nitq hissəsini əvəz edirdi? Yazın görüm. Bu əvəzliyi əsasən neçə nitq hissəsini əvəz edirdi? Əsasən neçə nitq hissəsini əvəz edirdi? Bu işarə əvəzliyi əsasən neçə nitq hissəsini əvəz edirdi? 2. Hansıları idi? 2. Hansıları idi? İsmi əvəz edirdi. İsmi. Bu mənim bacımdır. Sual veririk. Kim? İsmi əvəz elədi. Bu qızı sevirəm. Sual verdik. Hansı? Burada isə sifət əvəz elədi. Deməli, bu əvəzliyi əsasən 2 nitq hissəsini əvəz edir. Bir dəfə ismi, bir dəfə sifəti. İndi dedik ki, bu əvəzliyi istənilən məqamda əvəzliyin hansı məna növünə daxil idi? Salam. Bu əvəzliyi istənilən məqamda əvəzliyin hansı məna növünə daxil idi? İstənilən məqamda. Bu əvəzliyi istənilən məqamda əvəzliyin hansı məna növünə daxil idi? Yazın. İşarə. Bəli, bax, burada qeyd eləmişəm ki, yalnız işarə əvəzliyidir. Əla. Qəşəng. Super. Yaxşı. Əzizlərim, o-dan sonra vergülün qoyulması, bu-dan sonra vergülün qoyulması haqqında çox geniş danışmışam. Axı, ay müəllim, axı bayaq əsasən deyəndə ən çox işlənəni götürürdü. Əzizim, bunun bircə dənə adı var. Bunu nə götürəcəyik? Buya təzə ad qoyacağıq. Bunu hara fırlasaq işarədir. Amerikada gəlib çıxsa, bunun bir dənə adı var. Məni hara aparsalar da mən Zəhrayam. Mənim 2 adım olsa, hə, deyərlər, biri mənə Aysel deyər, biri mənə Zəhra deyər. El insan var, 2 adı var.
Biri onu Əli kimi tanıyır, amma biri onu Vəli kimi tanıyır. Amma əsasən onu Əli kimi tanıyırlar. Amma bunun bircə dənə adı var. O da işarədir. Hə, qaldığımız yerdən davam edək. Bunları bildik. Hə, nədən danışırdım? Baxın. O, bu əvəzliklərindən sonra vergülün qoyulma qaydası. Vergül. Bax, dərsdən sonra bu canlının linkini videonun rəy bölməsinə yerləşdirəcəm. Hansı ki müəllim həmin o videoya baxmayıbsa, mütləq o videoya baxsın. Bax, biri yazıb ki, oradan sonra köməkçinin hissəsi gəldikdə vergül qoyulmur. Amma istisna modal sözdür. Xeyr, həm modal sözümüz var, həm nidamız var, həm ədatımız var. Görürsünüz, bütün istisnaların hamısını mən o dərsdə demişəm. Mütləq linkini rəydə yerləşdirəcəm. Mütləq və mütləq girərsiniz. Bu izahdan əvvəl o izaha baxarsınız, sonra gəlib bura baxarsınız. Yəni, odan, budan 2 saata yaxın belə deyim ki, danışmışam. Bax, bu da öz yerində. Belə. Sonra, indi nəyə baxırıq? Diqqətiniz burada olsun. Odan danışdıq, budan danışdıq. Yerdə nə qaldı? Elə, belə, həmin qaldı. Yaxşı. Elə və belə çox vacib məsələdir. Elə, bir də belə. Bax, bunlar işlənmə məqamından asılı olaraq həm ədat ola bilər, həm əvəzlik ola bilər. Yenə ədat ola bilər, əvəzlik ola bilər. Necədir? Homonimdir. Qəşəng. Bəli, yazdınız rəy bölməsində. Olacaq homonim. Niyə homonimdir? Gəlin baxaq. Dedik, həm ədat kimi işlənir, həm əvəzlik kimi. Belə də həm ədat, həm əvəzlik kimi. Necə fərqləndiririk? Gəlin baxaq. Baxın. Elə adamlarla dostluq etmə. Bir də deyirəm. Elə danışma. Belə adamlarla dostluq etmə. Bir də deyirəm. Belə danışma. Ötən dərsdə də demişdim. Baxın, elə sözü nəyin əvvəlində gəldi? Bəli, qalacaq. Elə sözü nəyin əvvəlində gəldi? İsmin. Belə sözü nəyin əvvəlində gəldi? İsmin. Elə sözü nəyin əvvəlində gəldi? Feilin. Belə sözü nəyin əvvəlində gəldi? Feilin. Sual verək. Elə adamlarla dostluq etmə. Necə? Elə danışma. Necə? Nə tərzdə? Belə adamlarla dostluq etmə. Necə? Belə danışma. Necə? Nə tərzdə? Suala cavab verdi. Əgər elə ilə belə suala cavab verirsə, bunun yalnız bir adı var. O da olur əvəzlik. Yəni, mən gedib deyə bilmərəm ki, ay müəllim, biz bunun zərf götürək. Ay müəllim, biz bunu sifət götürək. Deyirəm, yox. Deyir ki, müəllim, niyə axı sifətin zərfin sualına cavab verir? Da bu əvəzliyin işi budur da. Əvəzliyin işi odur ki, gedir əsas nitq hissələrinin yerində işlənir. Burada da getdi onun yerində işlənir. İndi baxın, indi bir qayda olaraq gəlin bunu yazın. Siz də qeydinizi götürün. Bir qayda olaraq yadda saxlayın ki, elə və belə adında bizim nə zərfimiz yoxdur, elə və belə adında bizim nə də sifətimiz yoxdur. Aha, baxın, bunu unutmayaq. Bu qaydanı hamı qeyd eləsin, gözləyirəm. Elə və belə adında bizim nə zərfimiz yoxdur,
nə də sifətimiz yoxdur. Bəli, əsas nitq hissəsi kimi gəlin yazaq. Əsas nitq hissəsi kimi yalnız nə olur? Əvəzlik olur. Yaxşımı? Əsas nitq hissəsi kimi yalnız əvəzlik olur. Yəni, mən gedib ona nə zərf deyə bilmərəm, nə sifət deyə bilmərəm. Əgər, indi gəlin başqa bir düsturda yazım. Əgər elə və belə sözləri ismin əvvəlində gələrsə, bu zaman sifəti əvəz etmiş əvəzlik olur. Elə və belə sözləri feilin əvvəlində gələrsə, zərfi əvəz etmiş əvəzlik olur. Nümunə: elə adamlarla dost olma, belə adamlarla dost olma. Adam isminin qabağında gəldi, sifəti əvəz etdi, amma əvəzlikdir. Elə, belə feilin əvvəlində gəlir, zərf əvəz edir, amma əvəzlikdir. Elə, danışma, bax, elə, danışma. Nəyin əvvəlində gəldi? Feilin. Nəyə əvəz elədi? Zərfi. Amma adı nədir? Əvəzlik. Bundan o tərəfə neyniyim, bax. Bax, mən yazıq. Bundan o tərəfə nə cür izah edeyim, siz bunu başa düşəsiniz? Başa düşməmək mümkün deyil. Qəşəng. Yaxşı. Əsas nitq hissəsi kimi yalnız əvəzlik oldu. Bəs köməkçi nitq hissəsi kimi? Deyirəm ki, elə sən də onun tayısan. Bir də deyirəm, Zəhra belə olanları maraqla qarşıladı və yaxud izlədi. Sual verin. Zəhra belə. Beliyə nə sual verəcəyik? Heç nə. Elə sən də onun tayısan. Nə sual verəcəyik? Heç nə. Suala cavab vermirsə olur ədat. Suala cavab verirsə olur əvəzlik. Hamı başa düşdü bunu? Deyin görün başa düşdünüz. Bağışlayın, Allah bağışlasın. Yazın görün bəli. Canlımızı arada bəyənin, arada da qaçın, paylaşın, gəlin. Atın qruplara. Qruplar deyəndə kimsə qrupuna aparıb atmayın. Müəllim qruplarınızı atın, şagirdlərinizi atın, statuslarınızda paylaşın. Baxıram statuslarınıza. Hər gün paylaşım edirsiniz, hər gün. TikTokda bir dənə video qalmır. Hamısını sizin statuslarınızı izləyirəm. Arada bu bizim videolardan da paylaşın da. Qəşəng. Salam mənim, salam. Paylaşın, mən də ona qədər bir nəfəsimi dərim. Əgər sayımı çoxalsa, davamını gətirəcəm. Çoxalmasa, acıq edib gedəcəm. 30 nəfəri, heç olmayan bunu bir 40 nəfər eləyin. Canlıdan sonra canlıya çox adam baxır. Hər canlıya bir 1000 nəfər, 2000 nəfər müəllim baxır. Amma o əsnada yəqin ki, çoxu qadın müəllimləridir, işləri olur deyə qoşula bilmir. Paylaşın. Hələ 30 idi, 29 oldu. Müəllim, mən paylaşdım dostlarımı. Sağ olun. Bir dəfə də paylaşın, başlayaq. Elədən danışdıq, belədən danışdıq. Sifət olmağın dedim, zərf olmağın dedim. Qəşəng, amonimliyin də dedim. Budan da danışdım. Gəlin davamını gətirək. Deməli, 33-ə 3 nəfər artıq gəldi. Onların sayəsində bunu izah edirəm. Yaxşı, elədən danışdıq. Məncə başa düşdünüz. Belədən danışdıq. O'dan danışdıq. Budan danışdıq. İndi yaxşı. Bax, bəzən deyir ki, bax, belə sual çıxır qarşımıza. Belə və yaxud da ki, çox sağ olun, elə əvəzliyi heç bir qrammatik şəkilçi
Salam, tanış olan var. Hə, Aysun Rəcəbova, tanış oluruq. Boş bekar adamlarıq, yığışmışıq bura görək. Qismətimiz açılır, ay Aysun Rəcəbova. Neyniyək? Hamımız boş bekar adamlarıq. Oturmuşuq burada taliblərimizi gözləyirik. Yaman yönlü adamlarla paylaşdınız. Hə, deməli, elə belə qrammatik şəkilçi qəbul etmədən, desək ki, elə ilə belə qrammatik şəkilçi qəbul etmədən hansı sözü əvəz edə bilməz? Əvəz edə bilməz. Bu zaman nəyi axtarın? Nəyi axtarın? Bu zaman ismi axtarın. İsmi. Bax, variantda verilir A variantında gözəl. B-də verir savadlı. C-də verir ağıllı. D-də də verir adam. Tutaq ki. Bax, elə ilə belə nəyə əvəz edir nitq hissəsi olaraq? Sifəti, bir də bayaq dedik, zərf əvəz edir. Eləmi? Gözəl sifətdir, savadlı sifətdir, ağıllı sifətdir. Rahatlıqla bunu əvəz etdi. Amma adam isimdir. İsmi əvəz etməsi üçün hökmən onun üzərində nə olmalıdır? Qrammatik şəkilçi olmalıdır. Gəlin indi nümunə deyim. Belələri yaman çoxdur. Elələri çox ağıllıdır. Belələri, elələri. Sualı nə idi? Kim? Neynədir? İsmi əvəz elədi. İsmi əvəz etməkdən ötürü onun üzərində nə gördük? Mənsubiyə şəkisi gördük. Onun üzərində nə gördük? Cəm gördük. Deməli, elə ilə belə müstəqil şəkildə ismi əvəz edə bilməz. Onun ismi əvəz eləməsi üçün hökmən üzərinə nə artırmaq lazımdır? Mənsubiyyət və cəm artırmaq lazımdır. O'dan danışdıq, bu'dan danışdıq, elədən danışdıq, belədən danışdıq. Yerdə nə qaldı işarə əvəzliklərinin içərisində? Bircə dənə həmin əvəzliyi qaldı. Yaxşı. Həmin əvəzliyi əsasən bir dəqiqədən sonra sual-cavab eləyəcəm. Yenə diqqətiniz burada olsun. Həmin əvəzliyi əsasən nəyə əvəz edir? Sifəti əvəz edir. Əsasən sifəti əvəz edir. Amma mətn daxilində nəyə əvəz edə bilər? İsmi nəyə əvəz edə bilər? Sayı nəyə əvəz edə bilər? Feili, sifəti və yaxud elə sifətin özünü də əvəz edə bilər. Baxın, əsasən sifət əvəz edir. Həmin qız xoşuma gəlir. Hansı qız? Amma mətn daxilində ismi də əvəz edə bilər. Nümunə yazacağım indi. Mətn daxilində sayı da əvəz edə bilər. Mətn daxilində feili sifəti də əvəz edə bilər. Sifəti də əvəz edə bilər. Yaxşımı? Deyirəm, qardaşım 5 mərtəbəli binada yaşayır. Mən də həmin binada yaşayıram. Yəni 5 mərtəbəli sayı əvəz etdi. Anam qızıl üzüyü xoşlayır. Mən də həmin üzüyü xoşlayıram. Qızıl nədir? İsimdir. İsmi əvəz elədi. Gördünüzmü? Olur. Qardaşım, tutaq ki, deyirəm ki, istifadə edilməyən maşın aldı. Mən də həmin maşınla şəhərə getdim. Yəni, istifadə edilməyən nədir? Feili sifətdir. Gördünüzmü? Olur. 5 mərtəbəli say deyil, ha? 5 mərtəbəli sifətdir. Üzürü sayın. Qardaşım 5 mərtəbəli evdə yaşayır. Mən də həmin evdə yaşayıram. 5 mərtəbəli sifətdir. Burada sifət əvəz elədi. Qardaşım 5-ci binadan ev aldı. Mən də həmin binadan ev alacağım. 5-ci nədir? Saydır. Say əvəz elədi. Deməli, həmin əvəzliyi mətn daxilində ismi də əvəz edir, sayı da əvəz edir, feili sifəti də əvəz edir, sifəti də əvəz edir mətn daxilində. Amma əsasən sifət əvəz edir. İndi gəlin sual-cavaba. Edək sual-cavab. Yazın görək, edək sual-cavab.
Bəli, qəşəng. Əla. Başlayaq sual cavabımıza. Səbirli olun, edəcəm. Deməli, elə ismi ilə elə əvəzliyini amonim götürmək olar. Sual 1. Elə ismi ilə elə obaya elə əvəzliyini amonim götürmək olar. Elə ismi ilə elə əvəzliyini amonim götürmək olar. Yox, isim var, əzizim. Elə obaya. Aygün Cəfərova. İsim var. Yox, bəli, olmaz. Çünkisini demirəm hələ. Çünkisin bura yazım, indi izah eləyəcəm. Hələ ondan qabaq bir sual verim. Bunu desəm tapacaqsınız. Başlanğıc formada olmayan. Yox, elə ismi var müəllimlər. Elə obaya səs saldıq. İsimdir də. Elə obaya. Hə. Başlanğıc formada olmayan elə sözü hansı nitq hissəsidir? Olsun da şəkilçi. Şəkilçi neyinir ki ona? Qrammatik şəkilçidir. Başlanğıc formada olmayan elə sözü hansı nitq hissəsidir? Kısaca yazmaq istəyirəm ki, çox vaxtım getməsin yazmağa. Başlanğıc formada olmayan elə sözü hansı nitq hissəsidir? 3 il bundan qabaq təxminən bir mikçimiz atmışdı qrupa ki, müəllimə izah edin. 3 il olar. Neçənci il idi? 25 olar. Bəli. Başlanğıc formada olmayan elə sözü qəşəng isimdir. Elə. El sözün kökü ayənədir, qrammatik şəkilçidir. Elə, yəni obaya. Bu da nədir? İsimdir. Görürsünüz nə qəşəng sualdır. Bəli, başlanğıc formada olmayan elə sözü hansı nitq hissəsidir? İsimdir. Deməli, elə ismi ilə elə əvəzliyi amonim sayıla bilməz. Çünki başlanğıc formaları fərqlidir. Bunun başlanğıc forması olacaq el. Bunun başlanğıc forması olacaq elə. Başlanğıc forması fərqli olan sözlər amonim sayılmır. Əsl mik sualı. Bəli, 3 il əvvəl izah eləmişdim misal. Başlanğıc forması fərqli olan sözlər amonim sayılmır. Bunu bildik. Qəşəng. Keçək ikinci suala. Çay vaxtı deyil. Olsa çox əla olar. Şakir müəllim. Keçən dəfə el birliyi ilə yığışdıq. Sizə bir çay gətirdik hansısa dərsimizdə. Gərək də. Yaxşı. Eləni bildik. Elədən danışdıq. Həmin əvəzliyi ismin yerində işlənə bilər. Həmin işarə əvəzliyi ismin yerində işlənə bilər ya yox. Sədaqət Vəliyev. Allah həmişə güldürsün. Həmin işarə əvəzliyi ismin yerində işlənə bilər. Bəli, işlənə bilər. Bəli, ona qızıl üzük aldım. Bacım da həmin üzüyü bəyəndi. Yəni həmin nədir? Yəni qızıl üzüyü. Qızıl nədir? Material bildir, isimdir. Deməli isim əvəz elədi. Qəşəng. Bilirsiniz? Yox, bilirsiniz. Davam edirik.
Elə və belə əvəzliyi hansı nitq hissəsini əvəz etməkdən ötürü qrammatik şəkilçi qəbul eləməlidir? Elə və belə hansı nitq hissəsini əvəz eləməkdən ötürü qrammatik şəkilçi qəbul eləməlidir? 3 variant yazıram. Sifət, zərf, isim. Qəşəng, əla, isim. Super. Onsuz da sifət əvəz edə bilir, elə adam. Zərf əvəz edə bilir, elə danışma. Amma ismi əvəz etməkdən ötürü elələri. Bəli, mənsubiyyət və cəm. Mənsubiyyət üstə gəl cəm. Əla. Çox qəşəng. Dəyər. Nə qədərdir danışıram? 1 saat 26 dəqiqədir danışıram. Dəyər. Öyrənirsiniz. Görürsünüz, dərsdə öyrənmək budur. Mən həmişə qeydiyyatdan keçən müəllimlərə deyirəm ki, mən evə dərs vermirəm, mən qəribə baxırlar ki, bu qız nə danışır. Ona görə ki, mən bir dəfə izah eləmirəm. Bilirəm ki, müəllimin vaxtı yoxdur. Heç birindən miqçinin vaxtı yoxdur. 4-cü kursda olanın vaxtı yoxdur. İmtahanlar, mühazirələr, seminarlar, ilin sonunda nə bilim kollegiumlar, ən axırda da nə gəlir? Dövlət imtahanı. Digər miqçilər. Demək olar ki, əksəriyyəti ailə qrupdur. Övladı var, Allah saxlasın, ailəsi var, yoldaşı var, qaynanası var, qaynatası var. Bu belə getdi. Qaldı müəllimlər, orta məktəbdə işləyən. Onlar da ki, çoxu 2 növbə dərs keçirlər, dərslərdə oxuyacaqlar. Ona görə dərsdə öyrənmək yaxşıdır. Bəs hansı onlar deyil müəllimə? Bilmədim nə sual verdiniz, başa düşmədim sualınızı. Belə, bunu da bildik. Yaxşı. Salam aleykum. Aleykum salam. Yaxşı, gəlin keçək qeyri-müəyyən əvəzliklərə. Keçək, yoxsa yoruldunuz? Mən yorulmadım. Bitirək qeyri-müəyyən əvəzlikləri də. Qeyri-müəyyən qalıb, təyini qalıb, sual qalıb. Keçək. Əla. Müəllimlər. Bu sualı da verim. İşarə əvəzlikləri. Bir də yazaq. İşarə əvəzlikləri nəyin yerində işləndi? Hansı nitq hissəsinin əsasən? Xoş gördüm sizi müəllimi. Təşəkkür edirəm. Xoş gününüz olsun. İşarə əvəzlikləri əsasən hansı nitq hissəsinin yerində işləndi? Sifətin. Əsasən sifətin. Qəşəng. Şəxs əvəzlikləri əsasən hansı nitq hissəsinin yerində işləndi? Şəxs əvəzlikləri. Hansının? İsmin. Qəşəng. İndi nə gəlir? Qeyri-müəyyən əvəzliklər. Qeyri-müəyyən əvəzliklər. Bu nəyin yerində işlənir əsasən? Bu da ismin yerində işlənir. Baxın, deməli, Euler-Venn diaqramı verəcək. Eləmi? Euler-Venn diaqramının kəsişən hissəsində bir tərəfinə gəlin yazaq şəxs əvəzliyi, bir tərəfinə gəlin yazaq qeyri-müəyyən əvəzlik. Eləmi? İndi ikisinin ortaq xüsusiyyəti nədir? İsmi əvəz edib. Baxın, sertifikasiya gedən müəllimlər adətən imtahana gəlirlər, məsələn, ay müəllim deyir, cədvəllər var idi. Hələ o bir qrup tayfası ki var, sualı ya yadlarında saxlaya bilmirlər, deyəcəm gülün. Ya da ki, hazırlaşmayıblar. Əşi, toplayarıq da deyib evdən çıxıblar, Allah Allaha. Gəlirlər, sabah axı həmkarları gedəcək, həmkar da hazırlaşır. Əlində ovucunda olanı tökür müəllim yanına hazırlığa ki, heç olmaya bir 50 plus toplaya bilim. Gəlirlər, hay salırlar. İlahi, qrup dağılır. Cədvəllər düşmüşdü. Yumru da belə deyirlər. Yumru cədvəllər düşmüşdü. Yumru cədvəllər düşmüşdü. Cədvəl də nədir? Budur da. Bundan qorxursunuz. Budur cədvəl. Adama gülərlər və bundan ötürü hay salırsınız. Şəxs əvəzi, bu da gəlir qeyri-müəyyən əvəzi. İkisinin oxşar xüsusiyyəti nədir? Əsasən ismin yerində işlənir. Bunu gedib imtahanda görsəz, orada bir haysı alacaqsınız. Filoloq səviyyəsində sual düşmüş deyir Zəhra müəllim, filoloq səviyyəsində. Özü çoxu filoloq da demir, filoloq səviyyəsində. Müəllim, bəs başqa şəxs əvəzliyi yoxdur. Cavidən Yusiflə əzizim, mən şəxs əvəzliyi ilə 1 saatda danışıb qurtarmışam. Mən gedin siz canlını yığın əvvələ, 1 saat əvvələ baxın, sonra gəlin 1 saat sonraya. Onda da mən olmayacam, canlı bitəcək. Hə, və bunun ikisinin ortaq xüsusiyyəti nədir? İsmin yerində işlənməyi. Şəxs əvəzliyi ismin yerində işləndi, qeyri-müəyyən əvəzlik. Bilirəm, yox idi. Kəmalə müəllim. 2022-ci ildə. Heç bəlkə
27-də də olmadı. Bəlkə indən sonra olmadı. Sadəcə onu deyirəm ki, xırda şeyləri böyüdürsüz. Başa düşürsünüz? Bunu görsəz gəlib böyüdəcəksiniz. And içərəm ki, böyüdəcəksiniz. 90% deyəcəkdik ki, yumru-yumru cədvəllər düşmüşdü. Amma mahiyyətinə varanda heç nədir. Heç bir şey. Heç bir şey. Mən diş həkiminə getməmişdən bir ay qabaqdan fikir məni götürür. Amma gedirsən, iynəni vurur, dişi çəkir, müalicə edir, deyirsən buydu. Bu sual da belədir. Baxırsan heç nə. Nədir? İkisinin ortaq xüsusiyyəti ismi əvəz eləməkdir. Bu suallar ibtidai həcmindədir. Hələ ibtidai üçün asandır. Bu suallar nədir ki? Asan-asan suallar. Burada heç sual yoxdur. Yəni, tutarlı bir şey yoxdur. Hələ dərs sahibi. Bunu da bildik. Keçir qeyri-müəyyən əvəzliklərə. Qeyri-müəyyən əvəzliklər nə idi? Qeyri-müəyyən şəxsi, qeyri-müəyyən əşyanı bildirən əvəzliklərə deyilirdi. Qurluqca sadə olurdu, qurluqca düzəltmə olurdu, qurluqca mürəkkəb olurdu. Baxın, nəyə diqqət yetiririk? Qurluqca sadə, qurluqca düzəltmə, qurluqca mürəkkəb sözünü sayın hansı məna növündə eşitmişdik? Hansı məna növündə eşitmişdik sayın? Hansı məna növündə eşitmişdik? Sayın yeganə məna növüdür ki, qurluqca 3 cür olurdu. Qəşəng. Qəşəng. Havva müəllim yazdı, əla. Qeyri-müəyyən əvəzliklər, qeyri-müəyyən miqdar saylarında. Bəli, qeyri-müəyyən miqdar saylarının. Gəlin yenə diaqram, Euler-Venn diaqramını çəkək. Bəli, gətirin zəhmət olmasa. Qeyri-müəyyən miqdar sayı yazaq bir tərəfə. Qeyri-müəyyən miqdar sayı. Bir tərəfə də gəlin yazaq. Qeyri-müəyyən əvəzlik, qeyri-müəyyən əvəzlik. İkisinin ortaq xüsusiyyəti kimi ortaya nə yazacağıq? Nə yazacağıq ikisinin ortaq xüsusiyyəti kimi? Qurluqca 3 cür olur. İkisinin ortaq xüsusiyyətidir. Gördünüz? Mən həmişə müdavimlərə deyirəm ki, qeyri-müəyyən, qeyri-müəyyən. Bax, bu sözlə yadda saxlayın. Gördünüz? Sabah çıxacaq imtahanda qarşımıza. Onda deyəcəksiniz ki, Zəhra müəllim deyir, bax, 2023-cü ildə 23-də əvəziyyat bir sual izah eləmişəm. İl 2025-dir. Bu il gəldi ibtidai miqdə həmin sual düşdü. Kanala baxan müəllim getdi düzgün yazdı. O gün müdavimim çəkib atıbdı. Kanala baxan getdi düzgün yazdı. Yəni, sabah gəlib qarşınıza çıxacaq ki, ikisinin ortaq xüsusiyyəti nədir? Qurluqca 3 cür olur. Yaxşı. Qeyri-müəyyən əvəzliklərin içərisində hansı əvəzlik idi ki, istisna idi? İstisna. Bitişik yazılırdı. Hansı əvəzlik idi? Qeyri-müəyyən əvəzliklərin içərisində hansı əvəzlik idi? Siz bir dənə onu yazın. Gəlirəm mən. Eynəyimi silim, gəlim. Qeyri-müəyyən əvəzliklərin içərisində hansı idi? İstisnamız var idi. İstisnamız var idi. Yazın, gəlirəm. Bir saniyə. Yazın, görək. Baxın, filan kəs. Qəşəng, qəşəng, super. Bax, sevdim sizləri. Əla. Dərs budur. Qəşəng, bəli. Qeyri-müəyyən əvəzliklər... Mən quru sarfetka dinləmişəm. Qeyri-müəyyən əvəzliklərin içərisində hansı idi? İstisna filan kəs əvəzliyi idi ki, mürəkkəb olmağına baxmayaraq bitişik yazılırdı. Super. Yaxşı. Bunu da tapsanız bir saatda... Yox, o yaşdır. Bunu da tapsanız canlını bir saatda zadacam. Bəs deyin görüm. Feillərdə hansı idi ki, bitişik yazılırdı və istisna idi? Allah sizi sevsin, müəllimə. Amin, amin. Hamımızı inşallah. Deyin görüm, deyin görüm. Feillərdə hansı idi? Bax, əvəzlikdə istisnamız nə idi? Filan kəs. Filan kəs. Bitişik yazılırdı. Mürəkkəb idi, bitişik yazılırdı. Feillərdə hansı idi?
Birini dedi müəllim. Bəli, sağollaşmaq. Xudahafizləşmək, hamı birin eynisini yazdı. İstiyotlamaq, xoşhallanmaq. Bax, filan kəs əvəzliyi ilə deyər ki, xoşhallanmaq sözünün ortaq xüsusiyyəti nədir? Nədir? İstisna hallarda bitişik yazılan mürəkkəb əvəzlikdir. Müəllimə, sizi sevdim. Təşəkkür edirəm. Var olun. Mən də sizləri sevirəm. Çox sağ olun. Qəşəng, super. Bilirsizlər, bilirsiniz. Hamınız gedib yüksək yazacaqsınız. Qəşəng. Ola bilər xışıltı gələr, üzürü sayın. Salfetkanın səsidir. Qəşəng. Əla. İndi gözlərim daha iti görür. Ona görə davam edirik. Bildik. Qeyri-müəyyən əvəzliklərdən gəlin bir ikisini bura yazaq. Yazaq bir ikisini bura. Hansıları idi? Kimsə. Hansıları idi? Nəsə. Sonra. Hər kəs. Sırayla yazaq. Hər nə. Eləcə bayaq filan kəs dedik. Kim isə əla. Nə isə qəşəng. Hər şey. Heç nə. Filan kəs. Qapını örtün. Qapını örtün, dərs keçirəm. Hə, baxın. Gördünüz? Kimsə, nəsə, hər kəs, hər nə, kim isə, nə isə, hər şey, heç nə, filan kəs və s. Bunlar nədir? Qeyri-müəyyən əvəzliklərimizdir. Əla. İndi qurluqca neçə cür oldu? 3 cür oldu. Hansılarıydı? Sadə, düzəltmə, mürəkkəb. Qəşəng. Sadələrimiz dedik ki, hansıdır? Məsələn, sadəyə nəyi deyə bilərik? Hamını deyə bilərik. Məsələn, hamı oldu sadə. Hamı. Bu oldu sadə. Düzəltməyə nəyi deyə bilərik? Kimsə, nəsə. Qəşəng. Mürəkkəbə nəyi deyə bilərik? Hər kəs, hər nə, kim isə, nə isə, hər şey, heç nə, filan kəs. Bunlar oldu mürəkkəb. Hamı oldu sadə. Və yaxud da hərə oldu sadə. Və yaxud da bəzi oldu sadə. Yaxşı mı? Bunlar da məncə hamımız öyrənmiş olduq. Yaxşı. İndi bir də sual verirəm. Qeyri-müəyyən əvəzliklər əsasən hansı nitq hissəsini əvəz edirdi? Salam, salam. Qeyri-müəyyən əvəzliklər hansı nitq hissəsini əvəz edirdi? Deyin görüm. Dərsdə öyrənək. Qeyri-müəyyən əvəzliklər, ismi, qəşəng, şəxs əvəzlikləri hansı nitq hissəsini əvəz edirdi əsasən? Şəxs əvəzlikləri. İsmi, əla, super. İşarə əvəzlikləri əsasən hansı nitq hissəsini əvəz edirdi? İşarə əvəzlikləri. Sifət. Sifət yazanlar, bəli, super. İşarə əvəzlikləri qurluqca neçə cür olurdu? Sual cavab edirik. İşarə əvəzlikləri qurluqca neçə cür olurdu? 3 yazanlar, 3 yazanlar. O, bu, elə, belə, həmin. 5 cür yoxdur Şakir müəllim. Uzağı 3 cür ola bilər. 5 hardan çıxdı? Deməli, işarə əvəzlikləri qurluqca necə oldu? Yalnız sadə oldu. Şəxs əvəzlikləri. Şəxsi heyətində və şəxsən öz adımla Rəsul Əsədullayev sizləri salamlayıram. Vaxtım bitmir, xidmətimə qayıdım. Nə gözəl, lap yaxşı. Hərbi qulluqçu da var imiş canlımızda. Bayaqdan da gözəl xoş sözlərin yazır. Allah bütün hərbiçilərimizi qorusun. Eləcə də sizi. Adınız nə oldu? Rəsul Əsədullayev. Allahın hər zaman nəzərində olasınız. Nə gözəl. Belə. Bəli. Şəxs əvəzlikləri oldu sadə. İşarə əvəzlikləri oldu sadə. Qeyri-müəyyən əvəzlikləri oldu həm sadə, həm düzəltmə, həm də mürəkkəb. Bunu bildik. Yaxşı. Keçdik əsas məsələyə. Kimsə, baxın, kimsə əvəzliyi
Kimsə əvəzliyi. Kimsə. Əvəzliyi. Əvəzliyin iki məna növündə yer alır. Yəni, mən kimsəni bir dəfə məna növü deyirəm, ha. Məna növü deyirəmsə, diqqətli olun. Bir dəfə qeyri-müəyyən şəxs mənasında, bir dəfə isə nə kimi görürəm? İnkar mənasında görürəm. İnkar mənasında. İnkar. Yəni, iki mənada işlədə bilərik. Kimsə bizə gəlmişdi. Bax, deyirəm, kimsə bizə gəlib. Kimsə bizə gəlib. Burada nədir? Qeyri-müəyyəndir. Yəni, kim olduğunu bilmirəm. Bəli, qeyri-müəyyəndir burada. Bir də deyirəm ki, kimsə sənə söz deyə bilməz. Yəni, heç kim, burada artıq inkardır. Kimsə sənə söz deyə bilməz. Burada nədir? Artıq inkar mənasını ifadə edir. Yaxşımı? Deməli, kimsə əvəzliyi iki mənada işlədilir. Qeyri-müəyyən şəxs mənasında, bir dəfə isə inkar mənasında. Hə, müəllimə. Professor Şərqşünas Seyfullah Əsədullayevin qardaşı nəvəsiyəm. Allah sizə və bütün müəllim və müəllimlərə zehin və səbir versin. Yaxşı ki, varsınız. Təşəkkür edirəm. Çox sağ olun, var olun. Allah sizləri qorusun. Bütün xidmətdə olan hərbi qulluqçularımızı, əskərlərimizi, əskər gedəcək gənc oğlanlarımızı hamısını Allah qorusun. Siz də sağlıqla qalın. Belə, öyrəndik. Qeyri-müəyyən əvəzliyi öyrəndik. Şəxs əvəzliyini öyrəndik. İşarə əvəzliyini öyrəndik. Hər biri haqqında məlumatımız oldu. Yaxşı. Düşər, bəli, niyə düşməsin? Keçirik nəyə? Təyin əvəzliklərə. Keçək, yoxsa? Müəllimlər, keçək. Təyin əvəzlik. Müəllim, YouTube'da qalacaq. Əlbəttə qalacaq. Niyə qalmasın? Bəli, təyin əvəzliklərimiz. Baxın. Əsasən biz danışanda deyirik şəxs əvəzlikləri. Yox, yorulmadım. Narahat olmayın, xoşdur. Əsasən danışanda deyirik şəxs əvəzlikləri, işarə əvəzlikləri, qeyri-müəyyən əvəzliklər, təyin əvəzliklər və sual əvəzliklər. Təxminən səhv etmirəmsə, Bakı məktəblərinin neçənci ildə imtahan vermişdim. Mənim yadımdan çıxıbdı. Şəhər məktəbləri imtahan verən vaxtıdır. Birinci ildir. Bir müəllimimiz var, səhv etmirəmsə, Xırdalan məktəbindən qoşulmuşdu. Müəllimə bir gün gördüm ki, MHŞ-in deyəsən ibtidai sinif müəllimləri üçün olan test bankı var. O dövr üçündə o test bankı əsasən miqçilərə uyğun idi. İndi mən filoloq səviyyəsində olan testləri ibtidai sinif müəllimlərini işlədirəm, hələ ürəyim rahat olmur. Amma o dövr üçün imtahanlar rahat olurdu deyə. Yəni, o qədər MHŞ-mə falan keçmirdik də, o qədər səhvinə getmirdik. Nəysə, bir gün gördüm müəllim gəlibdi ki, Zəhra müəllim, siz bizə əvəzliyi məna növlərindən danışmısınız. İşarə əvəzliyi, təyin əvəzliyi, qeyri-müəyyən əvəzliyi, şəxs əvəzliyi. Bəs yaxşı, bizə niyə əşyanı ümumi şəkildə ifadə etmək üçün işlədilən əvəzlikdən danışmamısınız? Bax, elə məhz o əvəzlik nədir? Təyini əvəzlikdir. Yəni, sizə variantda deməyəcək ki, hansı variantda təyin əvəzlik işlənib. Sizə deyəcək ki, əşyanı ümumi şəkildə müəyyən etmək üçün işlədilən əvəzlik hansı variantdadır? Gəlin, bu dediyimi yazaq. Baxın, əşyanı ümumi şəkildə təyin etmək üçün o və bu təyin əvəzlik. Xeyr. Əvəzlik. Baxın. Bizə bunu dedi. İndi əşyanı ümumi şəkildə təyin etmək üçün işlədilən əvəzlik nə olur? Təyin əvəzlik. Müəllim, necə yadda saxlayım? Təyin. Açar sözümüz nə oldu? Təyin sözü oldu. Söhbət nədən gedir? Təyin əvəzlikdən gedir. Bu qədər sadə. Yəni, hansı variantda əşyanı ümumi şəkildə ifadə etmək üçün işlədilən əvəzlik var? Deməli, söhbət nədən getdi? Təyin əvəzlikdən getdi. Yaxşı. İndi gəlin görək. Bəs, təyin əvəzliklər nədir? Təyin əvəzliklər əvəzliyin bir məna növü. Müəllim, bu gün mənim ad günümdür və sağ olun ki, bu canlıdasınız və mən də buna qoşulmuşam. Çox xoşbəxtəm. Təbrik edirəm. Allah sizə uzun ömür, can sağlığı versin. Həmişə aramızda olasınız. Təyin əvəzliklər hansılar oldu? Gəlin baxaq.
Hər, bütün, filan, öz, bəli, öz, eyni. İndi qulaq asın. Bunlar nədir? Təyin əvəzliklərdir. Hər, bütün, filan, öz, eyni. Baxın, filan təyini filan kəs qeyri müəyyən. Qarışdırmayın ha. Filan təyinidir. Filan kəs qeyri müəyyəndir. Yaxşımı? Bir dəqiqə gözləyin. Filan oldu. Təyin əvəzlik. Lap yaxşı. Nə fərqi var ki? Filan oldu təyin əvəzlik. Filan kəs oldu qeyri-müəyyən əvəzlik. Bunları qarışdırmayaq. Hər, bütün, filan, öz, eyni. Bizə kitabda verilən əvəzliklər bu əvəzliklərdir. Yaxşı. İndi gəlin qruplaşdıraq. Şəxs əvəzliyi. Əvəzliyi. Bir də qeyri müəyyən əvəzlik. Bunlar nə oldu? Şəxs əvəzindən qeyri müəyyən əvəzlik. İsim əvəz elədi. Sonra, indi nədən danışır? Təyin əvəzlikdən. Təyin əvəzlik, bir də işarə əvəzliyi. Bunlar nə əvəz elədi? Əsasən nə əvəz edir? Sifəti. Yaxşımı? Əsasən sifət əvəz edir. İkisinin Euler-Venn diaqramında ortaq xüsusiyyətini yazsalar, şəxs əvəzliyi ilə qeyri-müəyyən əvəzlik əvəz edəcək ismi, təyin əvəzliklə işarə əvəzliyi əvəz edəcək sifəti. Bunu unutmayaq. Quruluşca növlərinə gəlin baxaq. Şəxs əvəzlikləri yazaq. Necə oldu? Sadə. Sual əvəzlik, daha doğrusu şəxs əvəzlikləri. Sonra qeyri müəyyən əvəzliklər necə oldu? Sadə, düzəltmə, mürəkkəb. İşarə əvəzlikləri necə oldu? Sadə, təyin əvəzliklər necə oldu? Sadə. Deməli, işarə əvəzliyi, şəxs əvəzliyi, təyin əvəzlik üçün ortaq xüsusiyyəti nədir? Sadə olmaq. Qeyri-müəyyən əvəzliyi amma nə oldu? Həm sadə, həm düzəltmə, həm mürəkkəb. Yaxşımı? Bax, bunları təkrar yazıram ki, müəllimlər hamısı sizə aydın olsun. Belə. Təyin əvəzlikləri bir də sadalayaq. Hansılar oldu? Hər, bütün, filan, öz, eyni. Filanla filan kəsi qarışdırmayaq. Yaxşımı? Yaxşı. Bu əvəzliklərin içərisində öz əvəzliyi özündən sonra nə tələb edir? Mənsubiyyət şəkilsi. Mənsubiyyət şəkilsi tələb edir. Məsələn, öz, yəni özündən sonra gedin. Özündən sonra gələn sözün mənsubiyyət şəkilçili olmağını tələb edir. Məsələn, öz kitabım, öz evim. Və cümlə üzvü olanda da bunlar ikisi bir yerdə götürülür. Yaxşımı? Yəni, öz əvəzliyi özündən sonraki sözün mənsubiyyət şəkilçili olmağını tələb edir və həmin sözlə birlikdə öz müəllimim. Bəli. İkisi bir yerdə nə olur? Bir cümlə üzvü. Yaxşımı? Yəni parçalanmır. Özə ayrı sual, kitaba ayrı sual vermirik. Gəlin nümunə yazaq. Biraz da səbirli olun. Deyirəm, müəllif bu
məlumatları, müəllif bu məlumatları öz kitabında, bəli, bugünkü sual, qeyd edib. Qeyd edib xəbər. Kim? Müəllif mübtəda nəyi? Məlumatları, tamamlıq. Hansı məlumatları? Hansı məlumatları bu? Təyin. Nədə? Öz kitabında tamamlıq. Hə. Deməli, burada gördük ki, öz kitabında nə olur? Bütöv bir birləşmə olur. Yəni, biz onu parçalamırıq. Yaxşımı? Yəni, bunlar birlikdə bir cümlə üzvü olur. 2008-ci ildə institutu bitirmiş biri MİQ-ə imtahan verə bilər. 80-cı ildə də bitirsəz verə bilərsiniz. 90-da da bitirsəz verə bilərsiniz. 1900-cü ildə də bitirsəz. Niyə vermirsiniz ki? Diplomunuz varsa niyə imtahan verməyəsiniz ki? Kolleci də bitirsəz, universitetdə bitirsəz, fərqi yoxdur. Təbii ki, verə bilərsiniz. Elə müəllim var, 50 yaşında işə qəbul olur. Belə, müəllif bu məlumatları öz kitabında qeyd edibdir. Burada öz nədir? Təyin əvəzlikdir. Neyniyibdir? Özündən sonra mənsubiyə şəkilçi sözlər birlikdə bir cümlə üzvü olub, yəni tamamlıq funksiyasını işlənir. Yəni bunu belə deyim ki, bölüşmürük, bölmürük. Belə. Sonuncu qaldı. Bir dənə də izahımız qaldı. Mən də yoruldum, siz də. Sonuncu da qaldı nə? Sual əvəzlikləri. Gəlin, bundan da danışaq da yekunlaşdıraq. Sual əvəzlikləri də nədir? Sual məqsədi ilə işlədilən əvəzliklərə deyilir. Yadda saxlayın ki, bütün əsas nitq hissələrinin sualı nədir? Sual əvəzliyidir. Yaxşımı? Bütün əsas nitq hissələrinin sualı nə olacaq? Olacaq sual əvəzliyi. Necə, nə cür, hansı, neçə, nə qədər, neçənci. Yəni, fərq etmir. Bütün əsas nitq hissələrinin sualları ki var, hamısı sual əvəzliyidir, müəllimlər. Əsas nitq hissələrinin sualları. Deməli, sual əvəzliklər də quruluşca 3 cür olur. Yaxşımı? 3 cür olur. Məsələn, deyirəm ki, necə? Bu oldu. Sadə. Nə vaxt? Bu oldu. Mürəkkəb. Neçənci və yaxud haralı? Bu oldu. Düzəltmə. Yəni, sual əvəzlikləri quruluşca 3 cür olur. Sadə, mürəkkəb, bir də düzəltmə. 3 cür oldu. Bu da nə ilə oxşar cəhətdir? Qeyri-müəyyən əvəzliklərlə oxşar cəhətdir. Qeyri-müəyyən əvəzliklər də belədir. Yəni, qeyri-müəyyən əvəzliklər də quruluşca 3 cür olur. Sual əvəzliklər də quruluşca 3 cür olur. Sadə, düzəltmə və mürəkkəb. Yaxşı. Əsas qeydə gəlin, baxaq. Ən əsas budur, lazımlı məqam. Ümumiyyətlə, yadda saxlayın ki, sual əvəzlikləri cümlə üzvü olanda suala cavab vermir. Yəni, hansı variantda suala cavab verməyən cümlə üzvü işlənib desə, sual əvəzliklərini götürə bilərsiniz. Sual əvəzlikləri suala cavab vermir cümlə üzvü olarkən. Yaxşı. Deyirəm ki, Zəhra, buna da cavab verin, yekunlaşdıraq. Burada nə edir? Mənə deyin görüm. Xəbər ismi xəbərdir, yoxsa feili xəbər? Xəbər ismi xəbərdir, feili xəbər. Zəhra burada nə edir? Xəbər ismi xəbərdir, feili xəbər. Bunun cavabını deməyəcəm. Gələn dərsdə, gələn canlıda feilin əvəzliyin axırına bir də toxunacam.
Belə, müəllimlər, bunun cavabını deməyəcəm. Çünki əvəzlik xəbərin ifadə vasitəsi olanda ismi xəbər olur. Bu artıq sual altındadır. Belə. Və sual əvəzliklərindən gələn dərs. Geniş şəkildə danışacağım. Bir də bəzi əvəzliklərin işləmə məqamları var. Ondan. Bu ikisinə. Əgər axşam vaxtım olsa, axşam bir müəllimimizlə, müdavimlərdən biri ilə görüşümüz var. Bəlkə. Əgər o tərəfdən alındıra bilsə, o alındıra bilsə, olar ki, axşam evdə olmarıq, harasa çıxarıq. Amma yox, əgər evdə olsam, mütləq sual əvəzliklərin işlənmə məqamlarından bir də danışacağım. Bilirsiniz ki, mən xoşum gəlmir qısa və bəsit danışmaqdan. İstəyirəm ki, tam ürəyimcə olsun, nuş olsun mənim. Nə bildiniz ki, mən burada çay içirəm? Ay, yavrum. Əməlli başda. Bəli, Səbinə müəllim. Bugün gəlin, nə olur olsun, gəlin, gedək gəzək. Bu yorğunluğu mütləq. Nuş olsun müəllimə, ay Allah. Bunlar hardan biliblər ki, mən arxa fonda çay içirəm. 2 saatda danışıram. Bugün günorta yeməyi də yeməmişəm. Sizlərə görə. Hamıya da yeməyi tez vermişik evdə. Mamıya demişəm ki, evdəkilərin yeməyi tez ver. Atam bir yeməyi bir qaşıqlayırdı. Kaş görərdiniz. Komediya var idi. Nədir, mən müdavimlərimə, müəllimlərə mütləq ki, canlaçım. Bildim də mən. Bilərsiniz. Sağ olsun, müdavimlərimdən biri çox qəşəng şokoladlar göndərib, yeriniz məlum. Onunla arxa fonda gizlin çay içirdi. O da yakalandı. Bugün həqiqətən dedim ki, 1-2 gündür canlı açmıram. Türkiyədən salamlar, bizdən də Türkiyəyə salamlar. Dedim neçə gündür canlı açmıram. Nə olur olsun bu müəllimləri. Bir hissəsində niyə canlı aça bilmirdim? Görüntülü dərs çəkəndə yarım saatlıq bir dərsdən ötürü 2 saat vaxtımız gedir. Allah razı olsun cümləmizdən. Belə. Bəh. Yeriniz məlum. Yaxşı müəllimlər, sağ olun, Allah əmanət olun. Artıq 1 saat 58 dəqiqə danışırıq. Bunun 10-15 dəqiqəsini çıxmaqla demək olar ki, ancaq dərsdən danışmışıq. Arada suallarınıza cavab vermişəm. Dərslərinizin vaxtlarını deyərsiz, zəhmət olmasa. Konkret bir vaxt deyə bilmirəm. Kanala abunə olun, görəcəksiniz. Ya da mənə yazın, statusda paylaşıram əvvəlcədən. Statusumu görün. Nömrəmi də yazın bura. 050 505 1246. Nömrəmi yox, iş nömrəsi. Bu nömrəyə yazın. Sizi qrupa əlavə edək. Ödənişsiz qrupa. Eləcə də statusumu görün. Çox sağ olun. Təşəkkür edirəm. Var olun. Yaxşı müəllimlər, sağ olun. Allah əmanət olun. Allahın izni ilə inşallah alınsa bu gecə, alınmasa da sabahları canlımız olar. Yaxşı mı? Kimisə sualı var? Arzusu, istəyi, təklifi, iradı? Varsa yazsın. Desin ki, müəllimə. Oxuyum ki. Çayımı boğazımda qoyduz. Dərs nə vaxt olacaq? Dərs indi bitdi. Samirə müəllim 2 saatda dərs deyil. Samirə Musayeva. Müəllimə, mən bir söz deyim, deyin. Çox sağ olun. Allah razı olsun hamımızdan inşallah. TikTok'da görüntülü videolarımı paylaşıram. Sizlər üçün qəşəng izah edirəm. Nə vaxt olacaq bir də? Ola bilər, axşam da ola bilər, sabah da ola bilər. Çox sağ olun, siz də sağ olun. TikTok kanalımda da, YouTube'da, TikTok'da sadəcə Zəhra Əhmədova yazırsınız. Yəni, orada görüntülü videolarımı görən kimi biləcəksiniz mənim səhifəmdir. Müəlliməsi çox sevdim. Yaxşı ki var. Təşəkkür edirəm. Mən də sizləri sevirəm. Bax belə. TikTok'da da abunə olun. YouTube'da da abunə olun. Dəstək olun. Belə. Sağ olun. Allah əmanət olun. İnşallah ki, müəllimlər gələn dərsimizdə Allahın köməkliyi ilə görüşərik. Ödənişli qruplar sizlər üçün sınaqlar atacağım. Materiallar atacağım. Bu günləri baxarsınız həmin o materiallara, sınaqlara. İnşallah görüşərik. Sağ olun.